Burada əslində bomba giriş ola bilərdi, amma yoxuluyor hamımız. Sabahınız xeyir. Bayana gedirik. Sabahınız xeyir. Biz Qubaya gedirik, əylənməyə gedirik, dincəlməyə gedirik. Nətəsə. Səni gördüm yaxşı. Dünyanın bazarlığına eləmişik, düzdür. 4 ailəyik, ümidvarıq ki, bunlar hamısı bəs eləyəcək. Amma hal-hazırda bu sadəcə bir qismidir. Görməmişlik eləyirdik uşaqlar. İnşallah ki, bəs eləyər. Amma ət azalır. Nə bilim, məncə ət bəs eləməyəcək. İndi total olaraq bazarlıqların təxminlərini veririk ki, nə qədər tutacaq. Mən düşünürəm ki, 375 manat tutacaq. İndi görək Aynur nə düşünür? Aynur, səncə nə qədər tutacaq? 390. 390 manat Aynur deyil. Nurxan, səncə nə qədər tutacaq? Məncə az tutacaq. Nurxan. Mən 410 demişdim. 410 Nurxan. Elsəvər bəy, sizcə nə qədər tutacaq? Nə qədər? De. İncilim ben o ikinciden 450 demiştim. 450. Mən 375 demişəm. Məncə mənəm qari. Dünyaları aldıq, dünyaları. Bu qədər şey almaq olar. Amma bilin, görün ki, mutlu. Təbii ki, mən 375 demişdim, amma zitina 280 neçə manat oldu. Pulu yolla getmək qərarına gəldik. Rahatdır, komfortdur, maşın yoxdur. Özü də ucuzdur, 10 manat falandır. Rahatdır, hə, aynı. Neye göre? Nə olar? Nə qədər əylənəcəyik? Elsəvər bəy bizə tuşonka eləyəcək. Tuşonka həmən pişirəcəm, söz vermişəm. Əslində, indi bugünkü powerımız Elsəvər bəydir, ona görə onu çox danışdırıq. Tam da boynuma qoymayın, amma Belə çox əyləndiğimiz kimi görsənmir indi hal-hazırda. Amma məncə hamı gələndə daha da qəşəng olacaq. Bu insanlar, yəni çox yalancı insanlardır, bunu demək istəyirəm. Mən dedilər ki, saat 10 tamamında hamımız olur 20 yanvarın bravosunda. Dedim, okey, hamı orada olur. Mən nə bilirdim, hamı geç keçəcək. Ən yaxında da qalan mənəm. Dedim, yatdım. Nurxan mən səhər saat 9-da durub zəng eləyir hər telefona, bacıma. Lalə hanı, yatıb qaldı, dur qız onu. Təbii ki, mən durdum, tez gəldim, hamını əlavə yarım saat gözlədim. Belə də sözlərin üstündə. Burger yedi McDonald's'da. Burger də öyleydi, kalbasa çörək. Oxşamırdı kalbasa çörək. Vallahi kalbasa çörək. Gəldik, çatdıq hara? Qəbəliyə, Qubaya. Ay uşaqlar, bir sardıq Qubaya. Gəldik, çatdıq Qubaya. Çox. Çatdıramadı. Kubadayıq. Gəldik dağlar qoynuna. Gəldik dağlara, yenə dağlar deyirəm. Əslində biz normalda yemədən qabaq bir süfrəni çəkmək falan. Amma təbii ki, elə işlərlə məşğul olmadıq. Gördüyünüz kimi yeyib qutarıq. Nurxan az yeyin, Nurxan. Adgəz xanım tərifləyir. Buranı tərifləyirik, amma adını bilmirik. Çıxanda adını da çəkərik, bura həqiqətən. Burada bax, hər yer Aynur adındadır da. Aynur məncə bizə demir, amma Aynurun da hamısı. Ona göre değil buranın tərifi. Məncə də. Yəni kamera arxasında bunu danışmayaq. Yedi içdik, doyduk. İndi gedirik özümüz deyəndə Elsəvər bizim üçün kebab Sizi benim neler çektiğimi nereden bileceksiniz? Elsəvər bizi aparacaq. Sonra da kebab tutacaq. Heç demək istəmirəm yəni. Yaxşı ki, Elsəvər var. Yaxşı siz varsınız. Siz olmazsa ben kim pişirəm? Gördünüz. Gedirik tutduğumuz evə, bir günlük tutmuşuq. Deməli, burada hesabımız nə qədər gəldi, onu da deyəcəm. Tutduğumuz evin bir gecəsi neçədir, onu da deyəcəm sizə. Gedək, evi də göstərəcəm, abzor eləyəcəm. Bəli. Düzdür, xanım düzdür. Bu günləri Dadgəz olaraq ikimiz fəaliyyətdəyik. Bəli. Əslində ən sevdiyimiz iş odur. Bir müddət sonra Dadgəzə gələcəm ki, məni də komandan al. Yes. Gözəl yer idi də, həqiqətən. Bir dənə pomidor yumurtası var idi, uşaqlar o qədər dadlıydı. Çox dadlı. Nə qədər oldu hesabımız? Zəhmət olmasa. 37 manata biz siz nə yedik? Bal yedik, qaymaq yedik, süzmə yedik, pendir yedik, yağ yedik. 2 porsiya pomidor yumurta, 2 dənə çaynik çay, 2 dənə çörək. Dünyaları yemişik. Buranı mən sizə göstərirəm. Siz buranı gəlib taparsınız.
Baxın belə burada girirsən butka var. İndi sisli deyə tam toşunu görsənmi? Əsəvər müəllim, nə vaxt çatacağıq? Navigator havada 14 dəqiqəyə. 14 dəqiqə. Biz Bakıdan çıxandan deyirdilər, navigator deyirdi ki, 2 saat 15 dəqiqəyə çatırsınız. Hələ də çatırıq da, yəni saat 11-də çıxdıq, 12-nin yarısı çıxdıq, saat 4-dür. Gəldik, çatdıq axır ki evə. Saat artıq 4-dür bilmirəm, 5-dür bilmirəm. Biz güya saat 12-də burada olurduq. Hər şey çox gecəliyə gəldik, çatdıq. İndi sizə istəyirəm ki, birinci evi göstərim. Birinci belə pilləkən var, bizi ikinci mərtəbəyə aparır. Bu aşağıdadır, kuxnamız. Belə genişdir, çöplə poldur, rahatdır. Burada şikayət və təkliflər var. Nurxan momentalni şikayət elədi. Belə 2 nəfərlik otaqdır. Mənzərəsinə də baxaq. Hə, baxarıq. Amma bu otağın mənzərəsi var. İyi, hər otaqda belə şkaflar var və şkafların içərisində də əşya qoymağa həm rahatdır, həm də ki belə bornozlar falan var, çünki isti hovuzlu yerdir. Gəl mənzərəni göstərəcəm sənə. Nə gözəldir. Duman dağlar gözəli, deməlim can deməlim. İsti havuzumuz da var, bəli, möhtəşəmdir. İndi birazdan gedib orada tullanacaq. Gəlin indi gedək. Sizə o bir tərəfi göstərirəm. Buranın hamam tualetini də göstərmək istəyirəm. Gəlin. Ən önəmli yerdir o. Hamam tualet də əslində bayağı yaxşıdır. Həm duşavoy var, həm burada feni var. Yəni rahatdır da, bilirsiniz uşaqlar. Həqiqətən tövsiyə olunur. Reklam da elə bilərsiniz reklamdır. Gəldik ikinci mərtəbəyə. İkinci mərtəbədə də əslində paçisi eyni şeydir, eyni tikilişdir, amma rahatdır. Bir dənə otaq belə var. Belə otaqdır. 2 kravatdır, yenə şkaf. Burada mənzərə o biri tərəfindən eynidir. Hə, burada elə bir ki, sis full hər tərəfi bağlayıb. Bura özdə daha soyuqdur. Amma gözəldir. Hoppala. Salam əleykum. Xoş gəldiniz. Hər yana çıxır. Ay, işığı yandırım. Belə. Bu da o bir otaq. Total bu evi gördüyünüz evin qiyməti 200 manatdır bir gecə üçün. Biz acdıq. Ona görə Lalə xanım bizə yemək hazırlayır. Yemək hazırlayır deyəndə uşaqlar yenə də gəlməyib. Ona görə də kalbas çörəyindən başlanmalıdır. Düşünürəm, başa düşdünüz. Təkcə Nurxan deyil axı. Hamını düşünmək lazımdır. Amma birinci Nurxan düşünür. Belə də yaxşı uşağamdır. Birinci Nurxan düşünür. Bəli, təbii ki. Gəldilər bizim digər gözlərimizin işıqları. Bir gözümüzün işığından artıq buradaydıq. Nə qədər danışırlar. Salam ay xanım. Biz gəlmişik bura. Salam əleykum. Salam əleykum. Necəsiz? Salam. Necəsiz? Onları yəni biz bura zorla gətizdirdik də. Bildiyiniz həyatlarına oturduq ki, ya gəlməlisiniz, ya gəlməli. Mən onların gəlişinə qədər toyuqları marinat elədim, sosiskaları kəsdim, düzəltdim. Necə də möhtəşəm qızam. Baxın. Ay Allah, şekerparələr. Çəkmək lazımdır. Deməli uşaqlar, bugün Aynurla Elsəbərin 3 ilidir. 3 ildir artıq evlidirlər bu insanlar. Ona görə də bu cavan oğlan belə jest eləyib bu xanıma. Baxın sizə, baxın. Ay Allah, nə gözəl qızdır. Bəli, çox sağ olun, çox sağ olun. Bu süfrənin möhtəşəmliyi, baxın. Day, inşallah ki. Ay. Qazan. Öf. Nələr eləyir bu qızlar. Gecə saat 4-dür. Elə gözəl qar yağır, bunu sizə göstərməliydim. Ay Allah, bu nə gözəl qardır. Sabahınız xeyir. Bugün artıq Qubanın ikinci günündəyik. Əyləncə. Amma mən elə gəlir ki, biz artıq əyləncədən yox da zorunluluqdan burada qalacağıq. Niyə desəz, mən sizə təbii ki, bu möhtəşəm mənzərəni göstərəcəm.
baxın necə gözəldir. Ay Allah, yana qar yağıb. İndi düşəcəm aşağı. Keçən səhər yeməyi olacaq. Bir yerdə qızlarla səhər yeməyini düzəldəcəyik. Oğlanlardan Ruslan bizə söz verib ki, pomidor yumurta edəcək. Pomidor yumurtamızı yeyəcəyik. Sonra da başlasın gün və əyləncə. Bu qız hər evə lazımdır bu qızdan. Gör. Sən bilirsən, görürəm, yeyə bilirsən. Hələ bunlara ay Allah. Hamımız işləyirik. Bir də mənəm çəkən. Səhər saat 7-nin yarısında durmaq necə idi Ruslan? Durmaq yox, yatmışam. 8-in yarısı yatmışam. Sən onda yatmamısan. Yarısı durmuşam. Ay Allah. Ruslan geri yatmıyor uşaqlar. Amma bu xanım artıq durub yuxudan və bəzənib. Necə gözəl görsənsiniz xanım. Necə hiss edirsiniz özünüzü? Gözlürəm hava. Ay neyini məcbur yemək deyilər. Makyajda vurdum, kalender gəldi. Necə hiss edirsiniz özünüzü? Heç yatmağıma baxmayaraq, amma çox yaxşı. Həmişə elə olur da, az yuxu ilə insan yaxşı qalır, bodro qalır. Aynur xanım orada çay süzür, tez ondan da bir də. Ay xanım, siz nə gözəlsiniz. Hamısı bəzənib düzəlib düşüyor. Belə dostlarla pis gün ola bilməz. Göl olsun. Gecə başımıza çox olaylar gəlib, üstümüzə canavarlar, ayılar, oruzlar, toyuqlar hücum edibdi. Ona görə gecə yata bilməmişdik. Oruz tanıyırdı, o tanıyırdı. Niyə yatıldı ki? Gəlməmişə qabaq deyirdi ki, səhərə qədər yatmayacaq, səhərə qədər oyun oynayacaq, hamıdan qabaq getmək istəmirəm. Hamıdan Nurxan'a sonra izləməli idi. Dünənin o biri cırnabazı Nurxan bəy. Tez yatmaq necə hiss idi? Biz saat 6-da yatanda siz Tez yatan, tez durub işləyir qardaş. Çörək qazanır. o çörək qazanmaq üçün dediyinə görə tez yatıb. Amma biz buna inanmırıq. Daha 15 milyon ildir bir evdən çıxıb gəzməyə gedə bilmirik. Axır ki, hər şeyi hazırlamışıq, çıxırıq evdən. Maşına hamımız sıxışmırıq deyə. Elmir və Nurxan bagajda gedəcəklər. Yəni ki, 4 nəfər tutan maşın, 6 nəfər, 4 dənə qız burada oturmuşuq. Bagajdakilar nə qədər görsənirsiniz bilmirəm. bu insan da həyatının komfortunu yaşayır. Xoşbəxt. O da daha şoferdir, ona heç nə demirik. Biz əslində fədakar qadınlar olaraq dedik ki, biz otura bilərik də bagajda, biz belə yaxşı insanlar. Bəli, o da dedi. O demədi. Nəyi? O dedi, mən bagajda oturmuram. Mən çünki qusuram. Gör, bagajda oturmuşsan. Yolda tutun. Mənim canım sevgilim bagajda getdi, yoruldu. Səni çəkim, hara qaçırsan? Geçən yerə gəlmişik. Buradan. Dörd ailə olmaqla 2 gün qaldıq. Nə qədər xərc oldu ev üçün? Hər gecəsi o çəkdir, qalıb elə də. Götürmək istəyirsən, götür. Bəli, market alış-verişimizin çekini xatirə kimi saxlamışıq. Hə, göstərmişəm. Boyu bizim boyumuz boydadır. Açkinin üstündən papaq taxmışam uşaqlar. Bəli, belə möhtəşəm. O da çox soyuqdur, yəni bildiyiniz maroz var, amma adama ləzzət eləyir. Bir də biraz mən qorxaq insanam yıxılmaqdan falan da. Addım yeriyirəm ki, birdən yıxılaram. Biz bura Nurxanla təxminən 3 il falan bundan qabaq da gəlmişdik və həqiqətən çox sevərək gəlmişdik. Hətta mənim salon işlədən vaxtlarımdan bir xanım var idi. Buranın marketingi müdürü idi, səhv eləmirəmsə. O xanım da burada işləyirdi. Çox gözəl də xanım idi. Onu da çox sevmişdim. Burada şəkillər çəkdirəcəyik, videolar çəkdirəcəyik. Bütün hamı dağılıb bir yerə. Heç kəs bir yerdə deyil. Hamı şəkil çəkdirir, hamı dalaşır.
şəkil çəkdirmək mənim qədər Allah haqqı asan da insan yoxdur da. 3 dənə şəklimi çəkirlər, deyirəm, "Ay, əla bomba kimi." Bir də varlar. Ay Allah, 10 dənə şəkil, 20 dənə, 100 dənə bəs eləmir. Nurxan da əslində şəkil çəkdirməkdə bu arada kaprizli daha. Baba, əsas çəkənlər bax. İnci qədər şəkil çəkdirməyi sevən ikinci insan məncə tanımıram mən bu həyatda. Amma şəkillərdə də çox gözəl çıxır. Amma deyir ki, yox, daha çox. Mükəlləfiyyət. Mükəmməl şey, mükəmməl olsun. Qayda gələn kütük. Amma bir də bax olar. Gəzib və istirahət edirlər. Salam. Sizi kanalımıza xoş gördük. Deyirik ki, bəs dincəlməyə gələn iki tip insan var. Birisi şəkil çəkdirən, birisi də gəzib gözəllikdən faydalanan. Siz məncə gözəllikdən faydalanan insanlarsınız. Dadıb gəzən insanlar. Siz gedin gəlin. Can sağlığı. Allah razı olsun. İndi Elsəvər məncə bir qan eləyəcək. Əsl üzümüzü göstəririk. Nətər gəlir istirahət? İstirahət hər şey qaydasındadır. Biz bu dəqiqə gəlmişik Sibirə. Bura Amerikan Sibir şəhəridir. Hər şey çox gözəl gedir. Orada da uşaqlardır, gənclər qartopuza da oynayırlar. Bir dənə də qartopu vurun, kontent gedir. Dalaşmayın. Qəşəng. Apardı 2-0 apardı. 2-0. Olar. Olsun. Danışın. Bugün səssizəm, danışmaq istəmirəm mən. Hibrit rejimdə keçir. Bugün susmuşum. Niyə belə pasiv? Bugün. Gecə hamıda mafiyada şoşqalıq yaxşı idi. Bütün enerjim orada. Yenə Elsəvər və mən komanda olaraq yemək pişirdik. Zarafat edirəm. Mən ancaq qarışıq eləmişəm. Bir də bu xanım mənə kömək eləyib. Salam xan. İndi videomuzu editləyir. Çoluş. Şəkərpar. 8 nəfər. Bu insanlar burada qol güləşi eləyir. Aha. Oğlanlarımız qol güləşi eləyəcək. Mən onun üçün çəkirəm. Yəni iki oğlanların elədiyi məşğuliyyət. Lezi, go! Aha. Winner. İndi Nurxan, amma nəzərə alın ki, Nurxan soluxu idi də. Baxaq yenə də. 10-55 deyil. Lezi, go! Aha. Təbrik edirik. Elsəvər yemək pişir. Qardaşınız niyə sizin elə öz dünyasında oturub? Kinoya baxır. Görün. Gəlmə söz deməlisiniz siz o bəyə. Deməli qayıdırıq. Prosta tez durduq da. Saat neçə idi ay Allah? Saat 8 idi. Saat 5-də yatdıq, 6-da yatdıq. Düz Elsəvər bəy biraz tez yatdı. Saat 3-də zətdə yatdı, amma indi o yol sürəcək də. Lalayeva yatıb. Bütün yol boyu belədir. O gün belə qutardı. Açığı bir şey çəkmədik. Çünki əyləncəli keçdi həqiqətən. Biz də istirahətə getmişdik də. Yəni önəmli olan istirahətdir əslində və xoş insanlarla olan istirahət daha da maraqlı olur. Ona görə çox da bir şey çəkmədik. Nəhayət gəldik, çatdıq Bakıya. Artıq Sən necə yatıbsan? mən mən biraz xəstələndim uşaqlar, səsim də batıb. Çox gözəl belə dolu 2 gün oldu və çox gec yatdığımıza görə hər 2 gündə son halım budur. İndi də işləməyə gedəcəm, amma həqiqətən çox xoş oldu. Mənəvi istirahət elədik, fiziki istirahət eləməsəydi. Gözəl insanlarla gəzdik. Bu gözəl insanlarla mən evə gətirib şəkərparələrim. Həqiqətən çox gözəl keçdi. Əsas odur, kampaniyamız möhtəşəm oldu. Hər kəsə təşəkkür eləyirəm. Yəqin videoya baxacaqlar. Yəqin də inşallah baxarlar. Yəni çox möhtəşəm keçdi. Hər kəsə çox sağ olun. Var olun. Siz də axıra kimi videomuza baxın, like eləyin. Abunə olun. Mütləq şəkildə Elsəvər bəy, həyat yoldaşım. Bura kimi baxmısınızsa çox sağ olun. Total olaraq hamınız çoxlu like'lar, kommentlər və abunə xahiş edirəm. Öpürəm, sevirəm.